Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Bölgə TV Müsavat Komissiyasından xəbər verir ki, hərraca satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür. Bildirilib ki, Vidadi Zeynalov 2015-ci ilin noyabr ayında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytullah Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub. İttihamda Zeynalovun qulluq mövqeyində sui-istifadə edərək Nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi. O, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2 maddələri ilə ittiham olunub. 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib. 2019-cu ildə Sabunçu rayon məhkəməsinin qərarına əsasən Vidadi Zeynalov azadlığa buraxılıb. Məhkəmə istintaqı dövründə Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Həmin əmlakların tam siyahısını təqdim edirik. Nərimanov rayonu Məsud Alizadə küçəsi 138 və 140 saylı qeyri-yaşayış sahəsi, dəyəri 14 milyon 445 min. Nərimanov rayonu Akademik Qaşqay küçəsi 110 saylı ünvanda yerləşən mənzil, dəyəri 6 milyon 944 min. Xətai rayonu Telenov küçəsi, ev 24 mənzil 38, dəyəri 125 min. Nobel prospekti məhəllə 1212, ev 15 mənzil 260, dəyəri 500 min. Yasamal rayonu 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil 33, dəyəri 148 min. Yasamal rayonu 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil 34, dəyəri 128 min. Yasamal rayonu 533 məhəllə, İsmail bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44, dəyəri 157 min. Yasamal rayonu 533 məhəllə, İsmail bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45, dəyəri 138 min. Yasamal rayonu 533 məhəllə, İsmail bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46, dəyəri 120 min. Yasamal rayonu Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kvadrat metr olan mənzil, dəyəri 60 min. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Malik Həsənov küçəsi 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası, dəyəri 2 milyon 45 min. Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, ev 13C mənzil 143, dəyəri 110 min. Qaradağ rayonu Səngəçal qəsəbəsi, əsas küçə ev 25, dəyəri 620 min. Qaradağ rayonu Şanqar qəsəbəsi ünvanında yerləşən 15 hektar torpaq sahəsi, dəyəri 135.400 manat. Səngəçal qəsəbəsi əsas küçə ev 29 ünvanında 0.0472 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, dəyəri 1 milyon 500 min. Səbail rayonu Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15, dəyəri 300 min. İstiqlaliyyət küçəsi, ev mənzil 28, dəyəri 92 min. Səbail rayonu Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2-6 mənzillər, dəyəri 349 min. Səbail rayonu Mənsur küçəsi, ev 59, mənzil 10, dəyəri 51 min. Xətai rayonu Xocalı prospekti, ev 24, mənzil 40, dəyəri 82 min. Nərimanov rayonu Akademik Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil, dəyəri 6 milyon 944 min. Nərimanov rayonu Akademik Qaşqay küçəsi, ev 11, 3A, mənzil 5, 6, 6A, 7, 8 və ümumi sahələri 43.6 kvadrat metr, 61 kvadrat metr olan mənzillər. Nərimanov rayonu Hacıbəyli küçəsi, ev 129B, dəyəri 1 milyon 900 min. Nərimanov rayonu Əliyev prospekti, ev 68, mənzil 33, dəyəri 215 min. Nərimanov rayonu Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası, dəyəri 310 min. Nərimanov rayonu Cümə küçəsi, ev 10, mənzil 10, dəyəri baxılmayıb. Nəsimi rayonu Abbas Səhət küçəsi, ev 5A, dəyəri 1 milyon 100 min. Nəsimi rayonu Mircəlal küçəsi, ev 2A, mənzil 98, dəyəri 52 min. Nəsimi rayonu Nəsib bəy Yusif bəyli küçəsi, ev 10B, dəyəri 1 milyon 100 min. Nəsimi rayonu Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası, dəyəri 550 min manat. Nəsimi rayonu 28 may küçəsi, 54 saylı evin 17, 17A, 19, 15 saylı mənzilləri, 14 saylı mənzillərin bir hissəsi, dəyəri 250 min. Nəsimi rayonu Bakıxanov küçəsi, ev 31, mənzil 2, dəyəri 510 min. Zavadxan küçəsi 80 saylı fərdi yaşayış evi, dəyəri 1 milyon 400 min. Suraxanı rayonu Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən 0.02 hektar torpaq sahəsi 3 min. Xəzər rayonu Mərdəkan qəsəbəsi, Zəfər Rəmzi küçəsi, ev 48A, 48B, dəyəri 223 min. Nərimanov rayonu Araz küçəsi, ev 56A, mənzil 33-ün, dəyəri 95 min. Nərimanov rayonu Araz küçəsi, ev 56A saylı 6 sot torpaq sahəsinin dəyəri 1 milyon 344 min. İstintaq dövründə Vidadi Zeynalovun Nazirliyə məxsus torpaq sahələrində özəlləşdirdiyi məlum olmuşdu. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərində də həbs qoyulmuşdu. Xəzər rayonu Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in dəyəri 180 min. Qəbələ rayonu Bum kəndində 0.9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, dəyəri 111.500 manat. Qəbələ rayonu Bum kəndində 1.16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, dəyəri 144 min. Qəbələ rayonu Bum kəndində 0.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi,
sahəsi dəyəri 54.000. Qəbələ rayonu Bum kəndində 0.53 hektar kənd təsərrüfatı təyinat torpaq sahəsi dəyəri 66.000 manat. Qəbələ rayonu Bum kəndində 0.9 hektar kənd təsərrüfatı təyinat torpaq sahəsi dəyəri 115.000. Qəbələ rayonu Qəmərvan kəndində 0.15 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi dəyəri 72.000 manat. Yevlax rayonu Kövəri kəndində yerləşən 0.33 hektar torpaq sahəsi dəyəri 34.600 manat. Yevlax rayonu Kövəri kəndində yerləşən 3.6494 hektar torpaq sahəsi dəyəri 4100 manat. Yevlax rayonu Kövəri kəndində yerləşən 0.26 hektar torpaq sahəsi dəyəri 34900 manat. Yevlax rayonu Kövəri kəndində yerləşən 3.741 hektar torpaq sahəsi dəyəri 3500 manat. İsmayılı rayonunda 1.5632 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 17110 manat. İsmayılı rayonu Tirzan kəndində 0.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 177222 manat. İsmayılı rayonu Tirzan kəndində 0.29 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 32417 manat. İsmayılı rayonu Tirzan kəndində 0.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 57673 manat. İsmayılı rayonu Tirzan kəndində 0.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 18876 manat. İsmayılı rayonu Tirzan kəndində 0.86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 95695 manat. İsmayılı rayonu Tirzan kəndində 0.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 19965 manat. İsmayılı rayonu Tirzan kəndində 2.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 22063 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 4.2282 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 57293 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 3.9185 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 53096 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 0.3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 142842 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 0.662 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 28349 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 0.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 376077 manat. Lənkəran rayonu Sağla Küçə kəndində 1.4247 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dəyəri 21877 manat. Sabirabad rayonu Zavad kəndində 13.5 hektar torpaq sahəsi dəyəri 27000 manat. Şamaxı rayonu Məlhəm kəndində əmək kompleksi kimi müəssisə dəyəri 1.927 manat. Şamaxı rayonu Məlhəm kəndində yerləşən 0.12 hektar torpaq sahəsi dəyəri 24000. Üzərinə həbs qoyulmuş əmlaklar 43.489.537 manat qiymətləndirilmişdir. Real bazar dəyəri isə bundan 2 dəfə artıqdır. Rəna Rövşən qızı, Bölgə TV.